göndərdiniz, nə hamısı murdardır. Siz öz xalqınızı saxlaya bilmirsiniz Azərbaycanda, cəmaət ağzından ölür. Siz gedib burada indi İrana humanitar kömək eləyəsiniz. Dəysin sizin təpənizə. Nəyə lazım ki sizin humanitar köməyiniz? Və bu yandan da götürüb alçaqcasına belə deyim sizə, kişiyə yaraşmayan, insana yaraşmayan, şəxsiyyətə yaraşmayan formada götürüb ağzınıza gələni deyirsiniz. Bir dəfə Rusiyaya hürürsünüz. Bir dəfə İrana hürürsünüz. Siz öz ölkənizi düzəldin də, niyə düzəltmirsiniz? Niyə uşaq pulu vermirsiniz? Niyə qazı işığı limit edirsiniz? Acından ölür. Niyə qazilər özlərini asır? Alçaq oğlu alçaq. Keçəl eşşək. 75 yaşın var, 75 köpüklük ağlı yoxdur. Sən Moskvada